Uşaqlarda əsmə, tibbdə adı tremor, yenidoğan dönəmində xüsusilə valideynlərin gördüyü və narahatçılıq keçirdiyi, buna görə həkimə müraciət etdiyi bir səbəbdir. Yenidoğan dönəmində xüsusilə uşaqlarda əsmə çox tez-tez qarşımıza çıxır və bunların böyük əksəriyyəti xoşxəstəli olur. Bəs nə vaxt narahatçılıq keçirib həkimə müraciət etmək lazımdır bu əsməyə görə? Əgər tremor gün ərzində şiddətli olursa və davamlıdırsa və uşaq doğuşdan sonra küveyzə düşübsə və ya yarımçıq doğulmuş uşaqdırsa və ya bizim riskli uşaq adlandırdığımız uşaqlar qrupundadırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bəzən bu əsmə qıcolma ola bilir. Bunu isə valideyn olaraq evdə belə ayırd edə bilərsiniz. Əsmə zamanı uşağın ətrafını əlinizlə tutursunuz. Əgər əsmə dayanırsa, bu qıcolma deyil. Yox, əgər ətrafı tutmağınıza baxmayaraq əsmə davam edirsə və siz onu sonlandıra bilmirsinizsə, bu qıcolma ola bilər. Mütləq həkimə müraciət etməyiniz tövsiyə olunur.